Salam əziz Azərbaycan xalqı, hamınızı salamlayıram. Mən Azərbaycan Respublikasının Cəlilabad Muxtar Respublikasının sakini, Qarabağ müharibəsinin əlli İsmailov Asif Pənaloğlu. Mənim buradan müraciətim Azərbaycan Respublikasının prezidenti Cənab Ali Başkomandan İlham Əliyevədir. Möhtərəm cənab prezident, mən sizə dəfələrlə müraciətlər etmişəm, teleqramalar vurmuşam. Bugüne qədər mənə heç bir cavablar gəlməyib və nəticəsi də olmamışdır. Mən bilirəm mənim teleqramalarım sizə çatmır. Amma video müraciətlərim yəqin ki sizin köməkçilərinizin və yaxın işçilərinizin, prezident aparatının işçilərinin hamısının qabağına çıxır. Amma sizə nəsə göstərmək və çatdırmaq istəmirlər. Mənim bir müraciətim sizə Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəllovun özbaşınalığındandır. Demək olar ki, cənab prezident, Rafiq Cəllov 2022-ci ildən Cəlilabad rayonuna icra başçısı təyin olunub. Həmin gündən, gəldiyi gündən heç bir iş Cəlilabadda görməyibdir. Əvəzinə amma Cəlilabad rayonunda çəkilmiş hasarları obyektlərin qabağından sökülməsinə şərait yaradır. Korrupsiya, rüşvət almaqla, pul yığmaqla həmin işləri razılıq verir. Mən buradan cənab Respublika prokuroru Kamran Əliyevə müraciət edirəm. Kamran müəllim, mən sizin dəfələrlə müraciət etmişəm. Bax, burada teleqramlarım daha bir neçə teleqramlarım var. Cənab prezidentlər sizə, bəs bu günə qədər mən heç bir qəbulunuza düşə bilmirəm. Niyə görə? Mən bu günləri Cəlilabad rayonunun sakini olaraq dəfələrlə müraciət etmişəm. Mənə qarşı özbaşınalığı Rafiq Cəllovun göstərişinə Cəlilabad rayon prokuroru Vahid Məmmədovun mənə qarşı qərəzli iddiamlar irəli sürür. Deməli, mənim münasibətim olmayan adamları çağırırlar bura. Mənim ancaq üzümə durğuzurlar ki, mən işlədiyim müddətdə, bələdiyyə sədri işlədiyim müddətdə 2016, 2017, 2018-ci illərdə mənə rüşvət veriblər. O dəfələrlə baxılıb polisdə, məhkəmədə, prokurorluqda rədd olunmuş işlər. İndi Allah edəndən həmin işləri dirildib və böyrünə də iki dənə maddə qoşub ki, mən həqiqətən də Cəlilabad rayonu Ağdaş bələdiyyəsi işlədiyi müddətdə özbaşına edib korrupsiya, rüşvət və s. işlər görmüşəm. Bələdiyyənin mülkünü israf eləmişəm, talamışam. Bu günləri Cəlilabad rayon Ağdaş bələdiyyəsinin sədri mən işlədiyim müddətdə orada nə usul olub, nə miz olub, nə dəftər olub, nə kitab olub. Mən şəxsi pulumla almışam, qoymuşam oraya, oturmuşam və çıxanda da həmin usulumuzu götürüb çıxıb getmişəm. Mən Cəlilabad rayon Ağdaş bələdiyyəsinin nə mülkü olub ki, mən onu israf eləmişəm, nə talamışam, nə dağıtmışam. Mənə kim təhvil verib o mülki, o inventarı ki, mən onları dağıdıb talamışam. Bu günləri Cəlilabad rayonunda özbaşınalıq, hüquqsuzluq, qanunsuzluq başalıb gedir. Mən sizdən bir Cəlilabad rayonunun bir qazisi olaraq, müharibə əlili olaraq cənab prezident müraciət edirəm sizə, Kamran Əliyev müraciət edirəm sizə, bizə məni qəbul edin. Bir neçə qazini qəbul edin, bizə deməyə sözümüz var. Mən sizdən vətəndaş olaraq tələb edirəm, müraciət edirəm. Mən nə sizə yalvarmıram, nə də ki, mən sizdən tələb eləmirəm. Məcbur eləmirəm. Mən bir müraciət edirəm vətəndaş kimi. Bu günləri Cəlilabad rayonunda özbaşına başalıb gedir. Bunun qarşısını almaq lazımdır, qardaş. Biz nə eləməliyik və kimə deməliyik sözümüzü? Rafiq Cəllov bu günləri Cəlilabadda Muxtar Respublika yaradıb. Özünün başına yığıb bu trolları, Fərari ordusu yaradıbdır. Hər bir idarə müdürü, rəhbərləri heç biri xidmətdə olmuyor. Müharibədə heç, müharibədə cəhənnəm, müharibədə qaçıb gizlənir, güllədən qorxur. Ateşkəs vaxtı hərbi xidmətdə olmayan adamlar vəzifədədir. Bizim kimi qazir, ali təhsillər qalmışıq qıraqda. Belə özbaşınalıq olmaz axı, belə şey olmaz axı. Cənab prezident, bizim səsimizə səs ver də. İndi hansı vaxt ki, biz götürək əlimizə çəliyimizi, protezimizi çıxardaq, gələk duraq icra hakimiyyətinin qabağında, prezident aparatının qabağında, Respublika prokurorluğunda qışıraq ki, xahiş edirəm bizə qəbul elə. Mən sizdən xahiş edirəm Respublika prokuroruna tapşırıq verin, göstəriş verin. Bu qanunsuzluq başalıb gedibdir. Bir neçə gün bundan qabaq qalxda əməliyyat apardı MT-in. Cəlilabadda vallah balamcan ondan betərdir, ondan pis vəziyyətdədir. Bu adam heç kimə tabeçilik eləmir. Bu özbaşınalıq eləyir.
Mən müraciət edirəm ki, canlı yayımda da paylaşım. Müraciət edirəm 3 dənə qazilərin binası var Cəlilabad rayonunda. Şəhid ailələrinin, qazilərin kütləvi yaşadığı binadır. Həyəti bacası büskündə, fasadı binanın büskündə. Palçığın, lehmənin tozunun içindəyik. Məndən bir gün sonra səhər gedib öz yaşadığı həyətə heç ehtiyac yoxdur yola. Asfalt çəkir ora. Bu bizə yox, cənab prezident, sizə hörmətsizlik eləyir bu. Siz onu Cəlilabad rayon icra hakimiyyətini təyin eləyəndə qəbulunuzdan mən baxdım televizorda, siz ona nələr tapşırdınız. Hamısı əksinə gedir. Belə özbaşınalıq olar. Bu kimədir? Atanın 5 oğlu olur, onun biri erköyün olur. Onun günü nədir bu Rafiq Cəlilov? Rafiq nə iş görüb ki bu respublikadan? Nə xidməti var ki o erköyünü eləyib bu günləri? Uzun müddət əməkdaş komitəsində işləyib Kufça Rafiq deyirdilər. Ancaq orada insanların qanun somruqdur o. İndi gəlib Cəlilabadda balaca bir yerdə yerləşmir. Ona böyük bir ərazi lazımdır, dağda xaraba qoya. Qardaş, yə durun da bu Cəlilabada. Bu Cəlilabadı Muxtar Respublika yaradıb şəxsi mülküdür bunun. Nə eləyək, nə qışqıraq, nətər bağıraq, nətər deyək ki, səsimiz çatsınız ki, bu Rafiqin əlindən bizi qutarın da. Xeyr ola, mən gedib ölməliyəm, şəhid olmalıyam, yaralanmalıyam. Rafiq gəlib burada oturmalıdır, kresloda fırlanmalıdır, dümbül üstə o yana bir yana ki, mən buranın şeyiyəm, ağasıyam, bəyiyəm. Və biz neyini, biz işlənməyək, biz vəzifə tutmayaq. Tutduğumuz vəzifədə şərrəsin, böhtanlasın, atsın ona, desin ki, yeri, Respublika prokurorunda, Cəlilabad rayon prokurorunda girinci ol ki, izahat verməklə. 26 nəfər mənim üzümə duruzmuşdu. 26 nəfər. Adlarla çəkərəm həmsin. Hamısını rədd elədilər. Axırda gəldi. 2020-ci ildə rədd olunmuş, məhkəmənin qərarı olmuş.